Sizləri bir daha salamlayıram. Bu keçən dəfə dərsimizdə biz deməli bu layerdə, bu point layerində atributu doldurmanı və sətrin içərisində hansısa bir xanada sağ düyməni vurmanı və nə funksiyalallıqları var onu göstərdik. Eyni zamanda sətrin əvvəlində sağ düyməni vurup bu funksiyalallıqları göstərdik. Bugün isə iki məqamı diqqətinizə çatdıracağım. Bunu əvvəlcədən deməliydim, yaddan çıxartmışım sadəcə olaraq. Burada belə bir funksiyonallıq var idi. Məsəl üçün 4 dənə konturu mən seçirəm buradan və seçdiyim konturların rəngi burada görürsünüz ki, fərqli rəngdə, qara rəngdə deyil, seçimli rəngdə göstərir. Zaten bunu bilirsiniz. Bu ikinci bölüm isə seçdiklərimizi ayrıca bir pəncərədə göstərmək üçündür. Show Selected Records. Bunu klikləyirik və 4 dənə seçdiyimiz ayrı pəncərədə görsənir. Düzdür, kontur sayı az olanda, indiki halda 6 dənə cəmi sətrimiz var, 6 konturumuz var. Belə olan halda bu çox da əhəmiyyətli deyil. Amma datada böyük bir məlumat yığını olsa, minlərdən, 100 minlərdən, o zaman bu bölmə keçid etmək, burada işləmək çox vacibdir. Və onun fərqini onda hiss edəcəksiniz. Biz burada nə edirik? Bu bölümə keçəndən sonra əgər istəyirsə ki, tutaq ki, görək ki, bu tutaq ki, ID-si 5-6 olanlar hansılardır? Sətrin baş tərəfindən aşağıya doğru sol düyməni sıxıb saxlayıb çəkməklə onları seçirik və rəngi saralır və fərqli rəngdə bizə görsənir. Bu saralmışlara da aid parametrlər, funksiyonallar burada yerləşir. Highlighteddir bu. Highlighted oldu, 2 dənəsi görsəndi bizə. Unselect etdiyimiz zaman o iki highlighted deaktiv olur, yerdə qalan ikisi aktiv şəkildə qalır. Təzədən mən özüm manual olaraq buradan seçirəm. Daha doğrusu manual dediyim, yəni cədvəldən seçmirəm, özüm ekrandan seçirəm. Yenə də həmən 4 dənəni seçdim. Bu dəfə 5-6-nı seçirəm. 5-ci, 6-cı ID-ləri. Bu dəfə reselect edirəm. Reselect etdiyimdə 5-6 sətirlər qalır. Bu ikisi aktiv, digər ikisi deaktiv olur. Təzədən yenə seçirəm bunları. Bu dəfə deməli ikisini seçirəm. Reselect dedik, zoom to hər ikisini zoom edib bizə göstərir. Sonra switch edirəm. Bunu yeni yerləşdiriblər. Desktopda bu yox idi. Switch edəndə bu ikisini yaşıl rəng, yəni seçilmiş rəngdə saxlayır. Bu ikisini highlight edir. Saraldır ki, sən fərqli rənglə onu görüb tez nəzərinə çatsın və hansısa bir əməliyyat aparmaq istəyirsə, databda yazmaq istəyirsə, onu yazasan. Clear isə yəni highlight-i təmizləyir. Highlight eləmir. Amma desktopda bu yox idi. Clear eləyə bilmirdi. Keçirdin o bir bölümə təzədən deaktiv edib seçmək lazımdır. Və delete düyməsi deaktiv oldu. Səbəb də odur ki, highlight etməmiş. Yəni bu ikisini seçib highlight etsək, delete eləsək, bu ikisi silinəcək, bu ikisi qalacaq. Test edək. Gördüyünüz kimi 5-6 silindi, o birisi ikisi qaldı. Geri qaytarma da eləyə bilərik əslində. Geri qaytarırıq. Həmən datalar bura yox, ümumi siyahıya geri qayıdır. 5-6 burada. Bura niyə geri qayıtmadı? Çünki bu seçilmişlərdən də söhbət, yəni seçməmişik ki, silmişdik. Təzən geri qayıtanda təzən o seçilmiş, deaktiv şəkildə o bir bölümə geri dönür. Deməli, highlight ilə bağlı bu qədər. Sonra bunu ayrıca bir videoda eləmək istəmədim, elə bunu ardı olaraq çəkdim. Bununla da bu hissədən işimizi bitirdik. Əslində bunu elə burada saxlayayım, bunu qısa bir video kimi olsun. Sonra növbəti videoda da davamını eləyək, sağ düymələri keçin. Təşəkkür edirəm. Bizi izləməyə davam edin, videoları bəyənib paylaşmağı unutmayın.